Onu istəyirsiniz ki, rəisə tabi olmadığınıza görə hər az 15 sutkada artırın? Buyur rəis. Qulaq asın, deməli belə. Asimanla İsabala zərər çəkmiş qismində azaddır. Haqq ədalət qaqaş, haqq ədalət. Öpürəm sizi rəis. Lazım olsa çağıracağıq sizi. Dadaşla Pərvini isə Serjan Şıxov müvəqqəti saxlanış yerində saxlayırsan. Baş. Aydındır? Başdıraqmı əqaş. Yoldaş rəis, bir Tərdən dəqiqə ala, nəzərbə çatdırın ki, Dadaş bax bunu müdafiə məqsədi ilə vurub. Vətəndaş şalala, sən sakin, kirmişçi otur yerində. Hər şeyi araşdırarlar, ondan sonra nəticə ilə tanış olarsan. Düppədə. İsabala Asiman danışın da la. Ahmet size görmüş kapı vurdum he. Ala deyən ala kışqırma ya qaqaş ala. Səsimiz yazılır. Ala bunlar hamısı tarix deyə qaqaş ala. Ya müdafiə həddini aşmazdın qaqaş. Səndən xahiş eləmişdim ala mənə müdafiə. Eləmişdim qaqaş. Mən elə o şey qaldı Şıxov əmmə, qaqaşıma, mənim serjantıma, mənim hüquq müdafiəçimə qaqaş. Nə deyir o? Qanun nə deyir o? Bəli, qanun. Öpürəm. Ola gedək qaqaş. Dadaş, qapını açıb görək qaqaş. Öpürəm. Yola.